Orxan Vəliyev, siyasi şərhçi bugün studiyamızda qonaqda. Orxan bəy, xoş gördük sizi. Niyə məhz yenə Türkiyə, Orxan bəy? Türkiyə, taxıl məsələsində Türkiyə, indi artıq yenidə də sülh məsələsində yenə də Türkiyə. Nə Yaponiya, nə Koreya, nə Çin o tərəflər yox. Məhz Türkiyə. Bildiyiniz kimi son 3 ildə dünya siyasətini, həm siyasət, həm iqtisadiyyatı kilitləyən iki ana məsələlərdən birisi Ukrayna məsələsidir və bir şəkildə öz həlinə qovuşa bilmir. Ancaq aydın olur ki, 2025-ci ildə bu məsələnin öz həlinə qovuşması üçün bir siyasi bir iradə var və bunun üçün ən önəmli məsələ sizin qeyd etdiyiniz kimi taxıl məsələsində olduğu kimi tərəfsiz və güvənilir bir, etibarlı bir tərəfdaşın olması zəruridir ki, Türkiyə bu mənada həm deyək ki, Amerika Birləşmiş Ştatlarının, həm Rusiya tərəfinin, həm Ukraynanın, həm də Avropa Birliyinin ki, açıqlamaları əsasən bunu demək mümkündür. Güvəndə etibar etdiyi bir ölkəyə çevrilir. Bu baxımdan həm Ukrayna prezidentinin Türkiyəyə gəlməsi, həm Rusiya prezidentinin öz heyətini göndərməsi və ABŞ prezidenti Trumpın da yaxın şərq səfərində, Körfəz səfərində Türkiyə ilə bağlı açıqlama verməsi, hətta Türkiyəyə gedə bilərəm deməsi ki, bu böyük bir etibarın nəticəsidir. Çünki Ukrayna məsələsi son dərəcə qlobal təsirlər olan bir məsələyə çevrildi. 3 ildən artıqdır ki, öz həlinə qovuşa bilmir. Ona görə düşünürəm ki, Türkiyənin bu mənada təsadüfi deyil. Çünki taxıl məsələsində xatırlayırsınız, orada da bir kilitlənmə məsələsi olmuşdu və Türkiyənin təşəbbüsü ilə tərəflər orada ev sahibliyi edib bu məsələni öz əlinə qovuşdurmuşdu ki, son dərəcə ciddi bir məsələ idi. O baxımdan Türkiyənin burada mərkəzi bir platform, ölkə olmasının təsadüf olmadığını demək mümkündür. İkincisi, Türkiyə eyni zamanda NATO-nun da qərb tərəfindən baxdığımız zaman ciddi bir, hətta ikinci ölkəsidir, belə demək mümkündürsə. O baxımdan etibarlı tərəfdaş olduğundan ötürü Türkiyə yenə hər tərəfin etibar etdiyi bir ölkəyə çevrilib. Orxan bəy, Putin gəlmədi. Vladimir Putin gəlmədi və onun gəlmədiyi bir görüşdə nə qədər ciddi irəliləyiş əldə oluna bilər? Məncə Putinin gəlməməsi çox da təəccüblənməmək lazımdır. Çünki yaşanan prosesləri və Zelenskinin arasındakı konflikti və sair münasibətləri düşündüyümüz zaman gəlməsi əslində bəlkə də təəccüb doğura bilərdi. Bir digər tərəfi ABŞ prezidentinin də gəlməməsi aydın məsələdir. Çünki nəzərə alaq ki, münaqişənin mahiyyətini və sair bir kənara qoyub Rusiyanın daha böyük bir güc olduğunu və orada mütləq əgər Putin gələcəkdirsə, belə düşünək, ABŞ prezidentinin də olmağını tələb edə bilərdi və s. Ona görə, amma hər halda göndərdiyi nümayəndə heyətinin üzvlərinə baxdığımız zaman və o təmsil etdikləri qurumları düşündüyümüz zaman son dərəcə ciddi bir heyət göndərdikləri və buradan bir... Faktiki özü yaxın ətrafını göndərdi. Bəli, yəni ki, qərar almaq, onun tapşırıqlarını orada icra edəcək bir heyəti göndəribdir. O baxımdan düşünürəm ki, buradan yəni tamamilə də ümidsiz olmamaq lazımdır və günün sonunda o müzakirəni gözləmək lazımdır ki, çünki əgər Zelenski də, yəni Ukrayna prezidenti Türkiyəyə gəlibsə, demək ki, orada bir iradə var. Çünki ümumiyyətlə deyək ki, 2025-ci ilin əvvəlindən gedişata baxdığımız zaman dünyada siyasəti kilitləyən ana məsələlərdən birisi olan Ukraynanın həll olunmasına dair həm Avropada, həm ABŞ-da, həm Rusiyada, həm Ukraynada, həm də Türkiyədə bir mövqeyin, iradənin, o siyasi iradənin olduğunu deməli görünür. Sadəcə hər tərəflər ortaq bir mövqedə indi birləşməlidirlər ki, bu məsələ öz əlinə qovuşsun. Çünki ABŞ prezidenti dünən səhv etməmişsə Dubay səfərində, Birləşmiş Ərəb Əmirlikləri səfərində qeyd etdi ki, yüzlərlə insan öldür hər gün. Yəni bunu dayandırmaq lazımdır. Demək ki, orada da bir məsələ var. Bəli, istək var. Orxan bəy, burada eyni zamanda Ərdoğan faktorunun olması. Ərdoğan bu günləri, Rəcəb Tayyip Ərdoğan ümumiyyətlə bu regionda və hətta deyərdim bəlkə də Yaponiyaya qədər sözü keçən, sözü ilə hesablaşan və hər addımı ilə sözü üst-üstə düşən bəlkə də yeganə liderdir. Yəni böyük bir, əgər biz ölkə, dövlətdən biz söhbət ediriksə. Bu zaman burada İndi biz bilirik dəfələrlə bu Fransa məsələsi, Avropa Birliyi bir tərəfdən Fransanı, Ukraynanı öz tərəfinə dartır, bir tərəfdən Amerika Birləşmiş Ştatlarının öz maraqları var, bir tərəfdən aydın ki, Rusiya və Ukrayna qalıb bütün bunların arasında. Ərdoğan faktorunun şəxsən belə deyib, bu məsələdə bugün nəticə verəcəyinin nə dərəcədə müsbət təsiri ola bilər? Ərdoğan faktorunu iki tərəfli açıqlar. Birincisi, Türkiyə köklü bir ölkədir. Buradan qaynaqlanır. İkincisi, dünya hal-hazırda elə bir mərhələyə gəlib ki, güclü liderləri olan ölkələr deyək ki, o məsələlərin həll olunmasında öz istəklərinə nail ola bilirlər. Biz Qarabağ məsələsini həll etməyimizin məsələsində də arxasında durduğu güclü bir siyasi iradənin olduğundan ötürü həll etdik. Ona görə nəticə əldə etdik. Bugün bizim dövlət başçımızın dəyrəsini hətta
başqa ölkələrdə qırıcılar Bəli, təhlükəsi. çünki dünya elə bir mərhələdədir ki, əgər edirlər. sizin güclü bir liderlik, siyasi liderliyiniz yoxdursa, məsələləri həll etməkdə və həll olunan məsələlərdə tərəfdaş olmaqda mümkün deyil. Bu birinci məsələ. İkinci məsələ isə Ərdoğanın şəxsi faktoru. Məsələn, Putinin deyək ki, Ərdoğan haqqındakı açıqlamalarından da bilirik ki, qətiyyən siyasi, diplomatik münasibətlərdə deyək ki, üz-üzə görüşlərdə başqa bir fikir söyləyib, arxada başqa bir fikir söyləmir. Ərdoğan haqqında belə söyləyir və yəni etibarlı bir tərəfdaşdır və eyni zamanda güclü bir siyasi aktordur. Ona görə sizin dediyiniz kimi Yaponiyadan Amerikaya qədər bütün deməli tərəfdaşlar, güclü tərəfdaşlar. Günün deyək ki, ilkin təəssüratda müəyyən narazılıqlar olsa da Avropa Birliyi başda olmaqla günün sonunda deməli Türkiyənin və Ərdoğanın daha ciddi bir tərəfdaş olduğunu və mütləq onunla deyək ki, bir tərəfdaş kimi qəbul etməli olduqlarını görürük ki, Ukrayna məsələsində Türkiyənin, İstanbulun deməli mərkəz seçilməsi də bunun bir nəticəsidir. Çünki bu nəyə görə mən soruşdum? Biz bilirik ki, bu yaxınlarda Ər-Riyadda da müxtəlif belə də görüşlər təşkil olundu. Bir nəticə verir. Bəli, bir nəticə verir. Çünki Ərdoğan faktoru burada və Türkiyə faktoru çox önəmlidir. Yəni. Orxan bəy, belə bir faktı da biz yaşadıq müharibənin gedişatında. Deməli, Rusiya Xerson vilayətini öz səsvermə yolu ilə öz qanunlarının çərçivəsində birləşdirdi Rusiyaya. Artıq Rusiyanın qanunları ilə Xerson Rusiyanın ərazisidir. Eyni zamanda Ukrayna danışıqlar masasında dönməz prinsipi ərazi bütövlüyü məsələsidir. Burada bir çox ciddi bir düyün var. Yəni, əgər masaya əyləşsələr belə Ukrayna ərazi bütövlüyünü bərpasını istəyəcək, Rusiya isə artıq öz qanunları ilə legitimləşdirdiyi Xerson vilayətini belə çıxır. Ya verməlidir Ukraynaya qaytarmalıdır ki, bu da hüquqi cəhətdən çox qəliz bir prosesdir, ya da ki, verməməlidir. Sizcə bu kifayət qədər, tək bu düyün deyil, başqa düyünlər də var. Amma bu qədər qəliz düyünlərin olduğu vəziyyətdə danışıqlar masasında real nəticələr nə qədər əl çatandır? Hər şeydən əvvəl onu bilmək lazımdır ki, qəbul etmək lazımdır ki, bu münaqişədə danışıqlar həll mərhələsinə gəlib çatılacağı təqdirdə hər iki tərəfin də istəmədiyi, yəni tamamilə istədiklərinin olacağı mümkün deyil. Yəni bu birinci məsələ. Çünki həm Ukrayna məsələsi tərəfinə gəldikdə isə, Ukraynanın iddiaları və tələblərinə gəldikdə isə, hətta ABŞ prezidentinin və deyək ki, Avropa Birliyinin açıqlamalara baxdığımız zaman belə görürük ki, bəli, Ukraynanın daha realist deməli olmağa dəvət edir. Yəni burada çünki iki tərəfdən də deyək ki, insanlar itirilibdir, əsgərlər və sivillər və s. Yəni uzun müddətdir davam edən bir müharibədir. Ona görə aydın məsələdir ki, burada hər iki tərəfin də razılaşmalı olacağı bir razılaşma əldə olunacaq. Yəni tamamilə deyək, qurbanlar verilməli. Bəli, mütləq kimsə qurbanlar verəcək. Çünki amma bununla bərabər qlobal olaraq siyasi yanaşmanı nəzərə aldıqda çox da pessimist olmamaq lazımdır deyə düşünürəm. Çünki görünür ki, hər tərəf şübhəsiz, məsəl üçün, Putin də bir rezerv qoymaq şərti ilə, çünki şərtləri var, tələbləri var. Məsəl üçün, çox açıq bir şəkildə deyək ki, Zelenskinin ümumiyyətlə siyasi legitimliyini qəbul etmir, onunla bağlı sual işarəsi var və s. Amma bununla bərabər yenə də sülh və danışıqlarınla bağlı bir, deyək ki, açıq qapı da buraxır. Orxan bəy, baxın, çox maraqlı, paradoksal bir vəziyyət yaranıb. Görüş ərəfəsindən bir neçə saat əvvəl Almaniyanın kansleri Merz bəyan elədi ki, mayın 20-sindən 17-ci sanksiyalar paketi Rusiyaya qarşı tətbiq olunacaq. Yəni, görüş ərəfəsində bu günlərin bu sülhün əldə olunmamasında tək tərəfin Avropa İttifaqı ölkələrinin olmasını, yəni Avropa İttifaqının olmasını və burada xüsusilə Makronun bu ortada gəzməyinin, yəni hər hansı bir təsiri varmı? Yəni, bu doğrudan mı belədir? Yəni, Avropa Birliyi belə Aydındır, sanksiyalar bugünə qədər də olub. Məhz bu görüş ərəfəsində də belə bir destruktiv addımın atılması. Yəni, bu sanksiyanın, onu bəli oxumuşdum və gördüm. Bu açıqlamanın çox da bir fayda verməyəcəyini 3 il müddət bizə göstərdi, yəni. Çünki başlanğıçda da bu mənada deyək ki, belə dırnaq içində səhv bir mövqe mənimsənildiyi üçün nəticə gəlib buraya qədər gəlib. Ona görə bu sanksiyaların bir nəticə verəcəyini, çünki burada əsas məsələ qaldı ki, qərb cəbhəsinə baxdığımız zaman Amerika Birləşmiş Ştatlarının siyasi iradəsi daha həlledici olacaq ki, Donald Trump dünən deyək ki, Körfəz səfərində bir neçə dəfə tək bunu açıqladı, yəni ki, mən Putinin açıqlamasından narahat deyiləm. Yəni əslində bütün məsələnin geniş çərçivəsinə baxır ki, tərəflər əgər İstanbulda görüşürsə, bu bir addımdır. Və belə bir sual, yaxşı, nəticə bugün əldə olunacaqsa, bu belə deyək, məsələlər, bu siyasi, hərbi və s. hansı məcraya yönələcək, necə inkişaf edəcək hadisələr və
nəticə əldə olunmayacağı təqdirdə nələr proqnozlaşdırıla bilər? Yəni hər şeydən əvvəl nəticənin mütləq bu şəkildə bu gün yekun bir nəticənin əldə olunması mümkün olmaya bilər. Amma bu təcrübə bizə göstərir ki, bizim Qarabağ məsələsindəki təcrübəmiz, həm beynəlxalq təcrübə bizə göstərir ki, bu diplomatik təmaslar son dərəcə həlledicidir. Və əgər siyasi liderlik ölkələr siyasi bir iradə göstərib, burada əgər görüşməyə razılıq veribsə, bu bir addımdır. Yəni bunun özü artıq anlaşmaya bir mərhələdir. Yəni bu belədir, belə demək olar. İkincisi isə əgər razılaşma əldə olunacağını düşünək, o zaman da hər iki tərəfin müəyyən geri addımlar atmalı olduğu məsələlər olacaq. Amma biz bilirik ki, ən azından deyək ki, Krım misal üçün artıq müzakirə məsələsi deyil. Yəni artıq məsəl üçün. Çünki Donald Trump da bunu açıqladı, səhv hatırlamıramsa. Ona görə belə nüanslar olacaq ki, tərəflər mütləq orada geri addım atmalı olacaqlar. Yəni daha realist, çünki müharibələr tarixdə göstərir ki, əgər sülh mərhələsinə gəlib çatdığı zaman şübhəsiz böyük hərbi üstünlük əldə edən tərəf daha böyük nəticə əldə etməklə bərabər hər kəs müəyyən bir geri addım atır. Yəni ki, orada sülh münaqişəsi olsun ki, çünki iki tərəf də ciddi bir resurslarına, həm insan resurslarına, həm hərbi və iqtisadi və s. orada sərf ediblər. Davam edərsə Ukrayna daha nə itirəcək? Ukrayna daha çox təbii ki, artıq itirəcəyini demək olar ki, böyük bir miqdarda itiribdir. Artıq onun təbii, belə deyək də, bu resurslarını bölüşdürür. Mənim şəxsən bu mənə belə göstərir ki, yəni burada Ukrayna məsələsi, Qarabağ məsələsi, Gürcüstan məsələsi Azərbaycanın nə dərəcədə peşəkar bir siyasət yürütdüyünü göstərir. Yəni əslində belə demək mümkündür. Bir ölçü var kimi baxsaq. Bu danılmaz bir faktdır. Orxan bəy, sizə çox təşəkkür edirəm. Mən təşəkkür edirəm. Və bir məsələni də mən istəyirəm soruşum, sonda lakanik bir cavab istəyirəm. Nəticə əldə olunacağı təqdirdə Türkiyənin hansı dividendləri olacaq buradan? Türkiyənin artıq dividendləri var. Oradakı keçirilir bu görüşlə. Siyasi şərhçi dostlar Orxan Vəliyev studiyamızda qonaq idi və biz bugün Türkiyədə gözlənilən, Doğma Bağça Sarayında gözlənilən danışıqların hansı nəticələrlə bitəcəyini hər halda proqnozlaşdırdıq.